Qadın gündə neçə saat işləməlidir? Gəlin aydınlaşdıraq. Mən sizə sinif yoldaşımın hekayəsini danışmaq istərdim. Sinifimizin ən ağıllı qızı idi. Məktəbimizin top 3 ağıllı insanlarından biri idi və top 3-lükdə hamısı qadın idi. Çox istedadlı kardioloqdur. Bir neçə il öncə biz sinif yoldaşlarımızla görüşəndə digər sinif yoldaşım ona bir taksi sual verdi. O dedi ki, ay əziz sinif yoldaşım, sən axı o qədər ağıllısan. Niyə görə indiyənə kimi şan şöhrətli bir kardioloq ola bilməmisən Azərbaycanda? Həmin bu sinif yoldaşım da ona cavab verdi. Çünki mən kişi deyiləm. Siz onu bilməlisiniz ki, həmin bu sinif yoldaşımın, bu istedadlı kardioloqun 4 övladı var. Və hər övladla o bir neçə il vaxt keçiribdi. 20 illik karyerasında 10 ilini öz uşaqlarının yanında olmasını seçibdi bu qadın. Və əlbəttə ki, bu normaldır ki, 20 il karyerasına fokuslanan kişi daha çox uğur qazanacaqdır. Nəinki 20 ildən 10 ilini öz karyerasına fokuslanan bir qadın olaraq. Lakin həmin bu sinif yoldaşı mənə çox təsir edici bir söz dedi. Dedi ki, onların uşaqlıqları keçəcəkdə, mən isə karyeranı elə gələcəkdə qura biləcəm. Bu çox müdrik bir seçimdir. Belə bir uşaq araşdırmacısı var, Erika Komissar. Öz kitablarında qeyd edirdi ki, valideynlərin, xüsusən ananın ilk 3 ilində övladın yanında olması çox vacibdir və onun bu təhlükəsiz, sağlam bağlantı formalaşması perspektivi üçün çox dəyərlidir. Və burada hər zaman ananın qarşısında duran bir seçim var. Ya karyerasına pauza verəcəkdir, uşağının yanında olacaq ki, uşaq sağlam bağlantı və psixoloji durumda böyüsün. Ya da ki, karyerasına prioritet verəcəkdir və bu zaman ailəsi ikinci prioritetdə olacaqdır. Təəssüf olsun ki, dünya daim olaraq kompromislər içərisindədir. İdeal həlləri yolu yoxdur. Belə bir şey baş verə bilməsin ki, həm karyerada uğurlu olasan, həm ailədə uğurlu olasan. Hər zaman nə prioritetdədirsə, orada da uğurlu olacaqsın. Qadın uşağının yanında olmalıdır, yoxsa işinin yanında olmalıdır? Buna hər bir qadın özü cavab verməlidir. Sadəcə fərqindəli şəkildə cavab verməlidir. Anlamalıdır ki, prioritet harda olacaqsa, orada olacaqdır.